Taksidən danışırsan, altına girir dövlətə aid bir mesaj yazır. Klipdən danışırsan, altına girir dövlətə aid mesaj yazır. Liftdən danışırsan, girir dövlətə aid mesaj yazır. İncəsənətdən danışırsan, girir altına dövlətə aid mesaj yazır. Nədən danışırsan danış, başa düşdün, girir altına dövlətə aid bir dənə mesaj yazır kimsə. Mən cidden yəni sizi və özümü incidə biləcək şeyləri görəndə ki, mən bilsəm ki, oradan siz də ziyanlı çıxacaqsınız. Mən də ona görə bəzi mesajları silirəm ki, sizin də başınız ağrımasın, mənim də başımı ağrıtmayın. Videolarımın altında çoxlu sayda siyasi mesajlar görürəm arada. Mən prosta istəyirəm insanlar bilsinlər ki, mən heç bir halda ümumiyyətlə siyasətlə yaxından, uzaqdan əlaqəm olmayan bir insanam. Yəni mənim məsələlərimi, danışdığım söhbətlərin heç birini siyasi məqsədlərimiz üçün istifadə eləməyin, xahiş edirəm. Çünki mənim məqsədim siyasət deyil, incəsənətdir, musiqidir, televiziyadır. Yəni bundan o tərəfəsi, yəni mənim alanım deyil, mənim ərazim deyil, mənim anlayışım olduğu sahə deyil. Ona görə yəni hər birimizdən xahiş edirəm ki, mənim danışıqlarımı, mənim söhbətlərimi heç bir halda siyasi məqsədləriniz üçün istifadə eləməyin. Çünki mən həqiqətən də bundan heç bir anlayışım yoxdur. Yəni ki, oturub siyasətdən danışam və yaxud nəsə. İncəsənətdən danışaram, kifayət qədər oturarıq, söhbət eləyərik, nə bilim, televiziya sahəsindən, marketingdən, nə bilim, producing sahəsindən, öyrəndiyim araşdırmalarımdan danışaram falan. Amma yəni mən siyasətlə bağlı çox şərh eləyə biləcək adam deyiləm. Mənim ruhumu özüm incəsənətdə tapmışam bunun. Burada başqa bir azadlıq var, incəsənətin başqa bir azadlığı var. Necə siyasətçilər siyasəti sevir, necə ondan baxırsan da, yəni qanı ilə, canı ilə gedirlər. Yəni eynən incəsənət adamları üçün də yəni bu bir həyat tərzidir. Yəni bu siyasi heç bir motiv daşımır özündə.